Paytaxtda isə gecə yol polisi və mülki əməliyyatçılar avtoşlarla belə demək mümkünsə əməli başlı qaçdı qovdu oynayıblar. Reyd maraqlı görüntülərlə yadda qalıb. Gecə boyunca davam edən qaçdı qovduda əksər hallarda polis işçiləri qalib gəlib. Sərxoş halda maşın sürənlər, avtoşluq edib aradan çıxmağa çalışanlar. 390. Yol polisi Bakı gecələrini yenidən həyəcanlandırıb. Özü də bu dəfə dosta zəngdə nəticə verməyib. 5 polis maşınını eyni yerə cəlb edən də sərxoş sürücüdür. O, avtoxuliqanlıq etdiyi üçün uzun təqibdən sonra saxladıla bilib. Ancaq ondan sənədlər almaq mümkün olmayıb. Deyirəm sənədləri təqdim edin. Sən bu maşını amma sıxmısan. Cənab sürücü, qanuna tabi olun, sənədləri təqdim edin. Xahiş edirəm sizdən. Təqdim edin. Mənə sıxmısan. Xahiş edirəm, qanuna tabi olun. Başa düşdüm, niyə sıxmısan mənə? Təqdim edin. Siz kim sıxmır? Xahiş edirəm, qanuna tabi olun. Sıxmayıb? Xeyr. O, sərxoşluğunu qəbul etməsə də müayinədən keçməyə də razılaşmayıb. Onu çətinliklə müayinəyə aparmaq mümkün olub. Məlum olub ki, sürücü əməlli başlı içkiliymiş. Hiç içmirsən? İçməmişsən. 3 tam %64 promildir. Bu o deməkdir ki, siz spirtli içki qəbul edəmişsiniz. Onun olması nə qədər? Spirtli içki qəbul edəmişsiniz. Qəbul edibdir. Sadəcə olaraq etiraf eləmək istəyir. Siz qəbul edəmişsiniz. Onun olmasını göstərir mənə. 037, 2 saata saxlayarıq. Digər avtomobilin sahibi isə polislərin qarşısında qaydaları pozub qaçmağa çalışsa da buna nail ola bilməyib. Hətta polisə müqavimət də göstərib. Amma əraziyə çağırılan postpatrol xidməti işçiləri onu bölməyə aparıb. Gecə reydində avtoşların saxlanılmasında Yasamal polis idarəsinin əməliyyatçıları da iştirak edib. Onlar da mülki avtomobillər vasitəsilə avtoxuliqanları təyin edib, sürücülərini polis bölməsinə gətirib. Bu sərxoş sürücü kimi. Etiraf edirsən ki, qorxdun. Nədən qorxdun? Tanıma düşməklərinə görə. Kim düşmüşdü? Yad adam düşür? Yox, qırajdan sıx maşından düşmüş. Nədən bağlıdır? Yapılqan öyle. Savan olun. Ne olmuştu? Nədən qorxdunuz ki? 3-4 maşın tutdu oğlum, ona görə uzatdım. İçkili sərxoşun avtomaşını idarə Yox, edirsən. idarə edən də mən 2 təkər qaldırmamışam, eləməmişəm. Təkər də qaldırırdın, sən maşınların arasından zigzag hərəkətlər edirdin. Gecənin başqa qəhrəmanları isə pərdə və plyonkalı maşınların sürücüləri oldu. Əsasən polisin qanunu saxlama tələbini yerinə yetirməyən və avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, eyni zamanda sükan arxasında olarkən psixotrop maddələri qəbul edərək avtomobilin idarə edilməsi, qanuni tələblərini yerinə yetirməyən sürücülər də aşkar edildi ki, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinin tələbinə uyğun olaraq, yəni avtoxuliqanlıq etdiklərinə görə inzibati protokol tərtib ediləcək.